Salam əziz şagirdlər, bugünkü mövzumuz sifət mövzusudur. Uşaqlar, yəqin ki, isim, sifət, say, əvəzlik, feil, əsas nitq hissələri haqqında artıq məlumatlısınız. Hətta zərf haqqında da aşağı siniflərdən məlumatlısınız. Gəlin bugün də biz sifət bəhsini dərindən öyrənək. Eyni zamanda bugün bizim məqsədimiz sifətin dərəcələrinin dərəcə kateqoriyasını da olan sifətlərin düzgün yazılışını öyrənmək, daha sonra əlamət və keyfiyyət bildirən sifətləri bir-birindən fərqləndirməyi öyrənməliyik. Uşaqlar, gəlin əvvəlcə baxaq. Deməli, qırmızı, yumru, saplaqlı, tumlu, turşməzə nə ola bilər? Və bunlar hamısı hansısa bir əşyanın necəliyini bildirir. Deməli, sifət necə sualına cavab verir. Biz burada albalını görürük. Albalı qırmızı necə, yumru necə, saplaqlı, tumlu, turşməzə. Deməli, bu xüsusiyyətlər hamısı sifətə məxsus xüsusiyyətlərdir və əşyanın əlamətini bildirdi. Gəlin baxaq, bəs onun turşməzə olması sizcə keyfiyyətdir ya əlamət? Siz düşünün, mən də digərini təqdim edeyim. Deməli, sarı, yumru, turş, sizcə bu nədir? Bu limondur uşaqlar. Növbəti isə ağ, bərk, şirin, dörd künc. Deməli, bu qənddir. Uşaqlar, biz diqqət etsək, istənilən bir əşyanın biz təqdim edirəm, istənilən bir meyvənin, əşyanın deməli ölçüsünü, rəngini, həcmini, formasını müəyyən etmək üçün biz sifətləri mütləq öyrənməliyik və biz baxsaq ki, alma necədir? Qırmızı, yumru, daha sonra diqqət etsək, parlaq, eyni zamanda bu hissə qıpqırmızı, bu hissə isə qırmızımtıl. Burada isə qırmızı, bu hissədə isə deməli biz sifət bəhsində əşyaların necəliyini müəyyən edəcəyik. Eyni zamanda təkcə əşyaların mı? İsmə məxsus bütün xüsusiyyətləri biz sifətlə müəyyən edirik. Gəlin baxaq digər tapşırığımıza uşaqlar. Aşağı sinifdən artıq bu haqda məlumatlısınız. Cümlələrdəki sifətləri seçib sualını müəyyən etməliyik. Bu sizin təkrar biliklərinizə əsaslanır. Deməli, dibçəkdəki gülləri böyük otağa daşıdıq. Gəlin baxaq, burada dakı şəkilçisi ilə dibçəkdən isimlə sifət düzəlmişdir. Dakı sifətin hansı sualına cavab verən şəkilçidir. Deməli, biz baxırıq burada cümləmizdə dibçəkdəki və böyük sözləri var. Deməli, hər ikisi sifətdir və birində gülləri, digərində isə otağın necəliyini müəyyən etmişdir və hansı sualına cavab verir. Deməli, dibçəkdəki gülləri böyük otağa daşıdıq. Hansı gülləri, hansı otağa? İkinci cümləmizdə dünya görmüş baba onlara maraqlı nağıllar danışırdı. Burada dünya görmüş baba, hansı baba? Maraqlı nağıllar, necə nağıllar? Bax, necə sualına cavab verdi. Qadın sınayıcı nəzərlərlə onu süzdü. Burada sınayıcı nəzər, necə nəzər? Daha sonra ağıllı düşmən, nadan dostdan yaxşıdır. Burada ağıllı necə, nadan necə? Bax, bu sözlər də necə sualına cavab verdi. Şagirdlər məktəbin geniş foyesində toplaşmışdılar. Hansı foyesində? Deməli, uşaqlar, buradan aydın oldu ki, sifət necə, nə cür, hansı sualına cavab verir və bu biliklər sizin əvvəlki siniflərdə öyrəndiyiniz bilikləri möhkəmləndirmək üçün idi. Burada isə biz, uşaqlar, sifətin artıq əlamət və keyfiyyətini müəyyən edəcəyik. Bizim bugün əsas məqsədimiz bax, bunları ayırd etməkdir. Əlamət bildirən sifətlər və keyfiyyət bildirən sifətləri müəyyən etmək, bir yerdə müəyyən edək. Deməli, rəng bildirənlər sarı, ölçü bildirənlər iri daş. Təsəvvür edirsiniz uşaqlar, müəyyən ölçülər var. Bax, bunların hamısını bildirən sifət hissəsidir. Morfoloji cəhətdən sifət bunları müəyyən edir. Formasını,
Daha sonra biz müəyyən edirik yumru daş, bayaq da yumru alma təqdim etmişdim sizə. Eyni zamanda zahiri görkəm, bu isə arıq uşaq anlamına gəlir. Gəlin baxaq indi. Biz çiçəyin rəngini, daşın həcmini, sonra və yaxud da formasını, eyni zamanda uşağın arıq olmasını əlamətlərə aid etdik və əlamət gözlə görünür. Uşaqlar, keyfiyyət bildirən sözlər isə gözlə görünməyənlər olur daha çox. Onları biz tanıyarkən, dadına baxarkən müəyyən edə bilirik. Məsələn, dad götürdükdə turş alça və yaxud xasiyyətdə səbirli adam, intellekt, ağıllı qız. Bax, biz əlamət bildirən sözlərdə götürdük ki, zahiri görkəm arıq uşaq. Amma uşağın artıq intellektli olması və yaxud da səbirli olması, tənbəl və yaxud da qoçaq, mehriban olması onun keyfiyyətinə məxsusdur. Bir də uşaqlar, hal vəziyyət də keyfiyyətə məxsusdur. Diqqət etsək, məsələn, sağlam uşaq, onun sağlamlığını biz tanımayana qədər bilmirik. Deməli, keyfiyyət onu tələb edir ki, mütləq biz həmin o varlıq haqqında bir tanışlığımız olsun. Uşaqlar, bu hissəyə isə diqqət edin. Böyük sözü hansı cümlədə əlamət bildirir? Həmin cümlədə bu söz həqiqi yoxsa məcazi mənada işlənmişdir. Baxsaq görərik ki, bax, bu xeyirxah insanın necə də böyük qəlbi var. Bax, burada böyük qəlb məcazi mənada işlənmişdir. Növbəti cümləyə baxaq. Cəmaət kəndin mərkəzindəki böyük meydanda toplaşmışdı. Nəsrəddin Tusi Şərqin ən böyük alimlərindən biridir. Diqqət etsək görərik ki, burada böyük meydan həqiqi mənadadır. Bunu gözlə görürük. Amma alimin böyük olması və yaxud da böyük qəlbi, bax, burada isə məcazi mənada işlənmişdir. Yuxarı siniflərdə gəldikdə bunlara bədii təyinlər adı altında tanıyacaqsınız məcazi mənalı sözləri. Burada isə artıq siz ilkin məlumatları yadda saxlamalısınız ki, gələcəkdə bu sizin köməyiniz olsun. Deməli, burada böyük meydan həqiqi mənadadır. Uşaqlar, sifətləri dərəcələrinə görə qruplaşdırmaq bugün bizim dərsimizin əsas məqsədidir. Deməli, sifətlər adi, azaltma və çoxaltma dərəcəsində olur. Bəs biz onları necə qruplaşdırıb, necə müəyyən edərik? Deməli, adi dərəcədə olan sifətlər biz müəyyən etsək, yalnız adi dərəcədə olur. Yəni, biz bayaq götürdük qırmızı. Amma onun müəyyən bir hissəsi qıpqırmızı və digər hissəsi isə açıq qırmızıdır. Deməli, istənilən bir sifətdə də, biz əşyada da bunu müəyyən edə bilirik. Məsələn, bu hər birinə, bütün əşyalar da dərəcə kateqoriyasına görə bölünə bilmir, amma biz sifətlərdə bunu müəyyən edə bilirik. Məsələn, biz götürək saf. Saf adi dərəcədədir. Biz onu çoxaltma dərəcəsində müəyyən edə bilmirik. Ola bilər ki, çoxaldarıq, lap saf, yəni ədadlarla çoxaltdıq. Az saf sözünü isə biz nitqimizdə az işlədirik. Amma bozumtul, boz var adi dərəcədə. Bozumtul onun daha bozdan az olduğunu göstərir. Bomboz isə onun daha tünd boz olduğunu göstərir. Daha sonra qara sözünə baxaq. Biz burada seçək bu sözləri. Enli adi dərəcədir. Alaçıq, deməli, azaltma dərəcəsi. Qapqara isə çoxaltma dərəcəsindədir. Uca adi dərəcə. Çox dadlı çoxaltma dərəcəsi. Kəmşirin isə azaltma dərəcəsindədir uşaqlar. Dümağ çoxaltma dərəcəsi. Açıq göy azaltma. Zəif isə adi dərəcədə olan sifətlərdir. Deməli, artıq biz bunları burada qruplaşdırdıq. İndi gəlin sifətlərin yazılışına baxaq. Bəs bu cür azaltma və çoxaltma dərəcəsində olan sifətlər bitişik, ayrı və defislə yazılmasına görə necə müəyyən olunur? Uşaqlar, azaltma və çoxaltma dərəcəsində olan sifətlər bitişik, ayrı və defislə yazılır. Bəzi sifətlərin çoxaltma dərəcəsi MPRS samitlərinin köməyi ilə düzəlir. Belə sifətlər bitişik yazılır. Məsələn, qupquru, masmavi, tərtəmiz, yamyaşıl, ağappaq, kəm, təhər sözlərinin və düm hissəciyinin iştirakı ilə yaranan sifətlər bitişik yazılır. Məsələn, dümağ, kəmşirin, açıq təhər. Növbəti hissədə isə uşaqlar açıq, ala, tünd sözləri ilə düzələn sifətlərə diqqət edək.
onlar defislə yazılır. Məsələn, açıq sarı, tünd göy, ala yarımçıq, tərkibində ən, daha, çox, lap, zil sözləri olan sifətlər ayrı yazılır. Ən ucuz, daha gözəl, çox ağıllı, lap yaxşı, zil qara. Bax, bu kimi sözlər ayrı yazılır. Uşaqlar, bu tapşırığımızda isə azaltma və çoxaltma dərəcəsində verilmiş sifətlərin düzgün yazılışını müəyyən etməliyik. Gəlin baxaq. Açıq qırmızı lenti zil qara saçlarına xüsusi yaraşıq verirdi. Burada açıq qırmızı yanlışdır, çünki defislə yazılmalıydı, zil qara isə ayrı yazılmalıydı. Üst-üstə yığılmış qəzetlərin sarı təhər rəngi var. Burada isə biz diqqət etsək görərik ki, uşaqlar, sarı təhər necə yazılmalı idi? Bitişik yazılmalı idi. Aşpaz alaçıq əti yenidən sobaya qoydu. Burada alaçıq defislə yazılmalı idi. Ağappaq süfrə düm qırmızı naxışlarla bəzənmişdi. Burada isə ağappaq bitişik, düm qırmızı da bitişik yazılmalı idi. Uşaqlar, diqqət etsək, açıq, tünd sözləri rəng bildirməyən sözlərə qoşularaq mürəkkəb sifətlər yarada bilir. Bax, belə sözlər dərəcə əlaməti bildirmir və bitişik yazılır. Nümunəyə diqqət edək, açıq fikirli, açıq qəhvli, açıq ürəkli, tünd xasiyyət. Bax, burada artıq bu vəziyyətdə bitişik yazılacaq. Ala sözü böyük mənasında isimlərə qoşulduqda yaranan mürəkkəb sözlər də bitişik yazılır. Məsələn, ala qapı, ala dağ bu tip sözlərdə də bitişik yazılır. Aşağıdakı suallarla bağlı müzakirə keçirin və fikirlərinizi əsaslandırın. Açıq, aşkar və açıq yaşıl sözlərinin qrammatik mənaları arasında hansı fərq var? Zil qara və tərtəmiz sözlərinin qrammatik mənaları arasında hansı fərq var? Və kəmşirin və kəmkəsir və kəmsavad sözlərinin qrammatik mənaları arasında hansı fərq var? Biz diqqət etsək, bax bu slaydda onları nəzərdən keçirə bilərsiniz. Açıq, aşkar mürəkkəb sifətdir, çünki açıq sözü rəng bildirməyən sözə qoşulub. Açıq yaşıl isə yaşıl rənginin azaltma dərəcəsini bildirir. Zirzibil mürəkkəb isimdir, tərtəmiz isə təmiz sifətinin çoxaltma dərəcəsidir. Kəmşirin, şirin sözünün azaltma dərəcəsini göstərir. Kəmkəsir mürəkkəb isimdir. Kəmsavad sözündə isə kəm sözü ismə qoşulduğu üçün azaltma dərəcəsi deyil, mürəkkəb sifət yaradır. Uşaqlar, bunlara diqqət etməyi nəzərdən qaçırmayın. Sağ olun. Növbəti dərslərimizdə görüşənə qədər.